La şəkilçisi ilə əlaqələ bəzi qeydlərə baxırıq. Bəzən la şəkilçili sözə sual verilərkən səhv verilir. Yəni, nə ilə əvəzinə necə sualın verilir və bu zaman la şəkilçinin funksiyası qarışdırılır. Məsələn, qələmlə yazmaq, nə ilə yazmaq yox, necə yazmaq sualını verəndə ləni burada zərf düzəldən şəkilçi hesab edirlər və bu da yanlışlığa gətirib çıxarır. Buna yol verməmək üçün nəyə diqqətli olmaq lazımdır? La nəyə qoşulur, ona baxmalıyıq. Əgər la şəkilçisi, deməli, la hissəciyi, belə deyək, ünsürü deyək ki, nəysə, konkret isimə qoşulursa, onda o qoşma olur. Mücərrəd isimə qoşulursa, onda o zərf düzəldən leksik şəkilçi olur. Məsələn, yuxarıdakı nümunəyə baxaq, qələmlə yazmaq, həyəcanla danışmaq. Hər ikisində la ünsürü var və qələmlə sözündə lə qoşulub konkret isimə. Yəni, qələm vasitəsilə yazmaq. Qələm burada vasitədir. Ona görə, konkret isimə qoşulduğuna görə bu nə ilə sualına cavab verəcək və olacaq qoşma. Həyəcanla danışmaq ifadəsində isə la qoşulub həyəcan isiminə və həyəcan mücərrəd isimdir. Burada o vasitə ola bilməz. Bu, artıq danışmağın tərzini bildirir, necə danışmaq. Ona görə burada artıq la olacaq, deməli, zərf düzəldən leksik şəkilçi. Yəni, çətinlik çəkməmək üçün la şəkilçinin qoşma, la'nın qoşma yoxsa zərf düzəltdiyini bilmək üçün, olduğunu bilmək üçün, zərf düzəltdən şəkilçi olduğunu bilmək üçün, onun qoşulduğu sözü də yoxlamaq lazımdır. Yəni, nəyə qoşulub? Konkretə, yoxsa mücərrədə. Bəzən sözlər var ki, onlar həm konkret isim, həm də mücərrəd isim kimi işlənə bilir. Məsələn, testlərdə rast gəldiyimiz cəsarətlə sözü var. Cəsarət həm adam adıdır, həm də cəsarət mücərrəd isimdir. Əgər söz kiçik hərflə yazırsa, o cəsarətlə vuruşurdu. Deməli, buradakı cəsarət mücərrəd isimdir və ona qoşulan lə zərf düzəldəcək. Necə vuruşurdu sualına cavab verəcək və deməli, zərf olacaq. Amma əgər cəsarət sözü böyük hərflə yazılırsa, o cəsarətlə görüşdü və yaxud cəsarətlə vuruşdu cümləsində artıq cəsarət böyük hərflə yazılmaq o demək ki, bu konkret isimdir, yəni xüsusi isimdir, ona görə konkretdir və bu artıq kimlə sualına cavab verəcək və ona görə bu artıq buradakı lə zərf yox olacaq, deməli, qoşma.